Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabi ecmain. Quran oxumaqla, Quranı tilavət etməklə, Quran tədəbbür etməklə qəlbəli islah olması barəsində Ənəs bin Məlikdən gələn hədisdə Peyğəmbərimiz s.ə.v belə buyurdu. Həqiqətən Allah Taala'nın insanlar içərisində, insanlardan olan, yəni Allah Taala'nın əhli vardır. Allahın əhli, yəni Allahın sevdikləri. Və Peyğəmbərimiz s.ə.v belə deyəndə deyirlər ki, ya Resulullah, onlar kimlərdir? Peyğəmbərimiz s.ə.v cavab verir ki, onlar Quran əhlidir. Quran əhli, yəni Quranı oxuyanlar, yəni Quranı çox oxuyanlar, Quranı tədəbbür edənlər. Və deyir ki, Əhlullahi və xassatuhu. Yəni onlar Allahın əhli və Allahın xas etdikləridir. Allahın xüsusi olaraq Allah Teala yəni sevdikləridir. Və başqa hədisdə Peyğəmbərimiz s.ə.v buyurur ki, sizin xeyriniz Quranı öyrənən və onu öyrədəndir. Əbu Hüreyrədən gələn başqa hədisdə Peyğəmbərimiz s.ə.v belə buyurub, yəni həsəd yalnız iki şeydədir, yəni qibtə etmək yalnız iki şeydədir. Birisi o kişidir ki, Allah Teala ona Quran öyrədir və o da onu gecə və gündüz oxuyur və deyir ki, onun qonşusu eşidir və deyir ki, kaş ki mənə də ona verilən, yəni filankəsə verilən mənə də verilərdi. Yəni qonşusunun Quran oxumasından istəyir ki, özünə də kaş ki verilmiş olardı və buyurur ki, mən də onun etdiyi əməl kimi əməl edərdim, kaş ki. Və Peyğəmbər buyurur ki, yəni bir də o kişidir ki, Allah Teala ona mal verir və o da malını yəni haqq yolunda yəni düşən yerində, yəni lazım gələn yerdə, gərəkən yerində yəni həlak edir, yəni xərcləyir, əsirgəmir. Və belə olan halda da deyir ki, bir kişi deyir ki, kaş ki Yəreytəni utitu mitlə mə utiyə fulən. Və bir kişi də deyir ki, kaş ki filan kəsə verilən mənə də verilmiş olardı və mən də onun etdiyi əməl kimi əməl edərdim. Yəni arzulayır ki, kaş ki özündə də mal olardı, özü də həmin malı, yəni haqq yolunda, yəni lazım gələn yerdə, gərəkən yerdə yəni xərcləməsini arzulayır, kaş ki xərcləyərdi özü də. Başqa hədisdə Peyğəmbərimiz s.ə.v Quran barəsində deyir ki, Quranı oxuyan mömin, yəni utrucə bitkisi kimidir. Utrucə, yəni almadır. Utrucə, yəni bitkinin adıdır. Peyğəmbərimiz deyir ki, Quranı oxuyan mömin utrucə bitkisi kimidir. Onun dadı gözəldir, iyi də, yəni dadı da xoşdur, iyi də xoşdur. Və Peyğəmbərimiz deyir ki, Quranı oxumayan mömin isə xurma kimidir. İyi yoxdur, amma onun şirin dadı var. Sonra Peyğəmbərimiz deyir ki, münafiq hansı ki Quran oxuyur, Quranı oxuyan münafiq deyir ki, reyhan bitkisi kimidir. Onun deyir, iyi, xoşdur, dadı isə acıdır. Peyğəmbərimiz davam edərək deyir ki, o münafiq ki, Quranı oxumur, o deyir, hənzara bitkisi kimidir. Hənzara da deyir ki, hənzara bitkisi kimidir, deyir ki, onun iyi yoxdur, dadı isə acıdır. Sonra şeyh buyurur ki, qəlblərin islah olunması üçün ən əzəmətli qapıların ən əzəmətlisi və imanın artması üçün və onun sabit qalması üçün, onun qüvvətli olması üçün Quranın tilavət edilməsidir, Quranın çoxlu oxunmasıdır və onun tədəbbür edilməsidir. Həqiqətən Allah Teala onu öz qulları üzərinə nazil edib. Rəhmət və nur olaraq və həmçinin müjdə olaraq və həmçinin yəni xatırlayanlara, ibrət alanlara bir öyüd nəsihət olaraq. Çünki Allah Teala Quran-ı Kərimdə deyir ki, وَهَذَا كِتَابٌ أَنْزَلْنَاهُ مُبَارَكٌ. Deyir ki, bu kitabdır,
Biz onu nazil etdik. O mübarəkdir. Musaddiqul-ləzi beyni yədeyhi özündən əvvəl gələnləri təsdiq edəndir. Quran özündən əvvəl gələnləri təsdiq edəndir. Başqa ayədə Allah Teala buyurur ki, o özündən əvvəl gələnlər üzərində hakimdir. Başqa ayədə Allah Teala buyurur ki, "Və hâzâ kitabun enzelnâhu mübârekun." Deyib bu elə bir kitabdır ki, biz onu nazil etdik. Bu bizim nazil etdiyimiz kitabdır. Mübarəkdir. Fettebi'uhu. Ona tabi olun. Vattaqû leallekum turhamun. Allah'a qarşı təqvalı olun, rəhm olunmağını düşün. Yəni bir insanın Allah tərəfindən rəhm olunmağından ötürü lazımdır ki, Allah'ın buyurduqlarını yerinə yetirsin və qadağan etdiyi şeylərdən çəkinsin və belə olan halda da o Quran tabi olmuş sayılır. Çünki Quran mübarək bir kitabdır. Başqa ayədə Allah Teala buyurur ki: "Və laqad ci'nahum bi kitabin fassalnahu ala ilmin hudan və rahmeten liqaumin yu'minun." Biz artıq onlara kitab verdik. Onu ilm üzərində təfsilatlı şəkildə izah etdik. Hidayət və rəhmət olaraq. Yəni liqaumin yu'minun, iman gətirən qövm üçün. Yəni həqiqətən Quran kimlərə hidayət və rəhmət olur, kimlərə doğru yolu, kimlərin doğru yolu gəlməyinə səbəb olur, onlar üçün rəhmət olur. O kəslər ki, Qurana, yəni o kəslər ki, iman gətirirlər. O kəslər ki, iman gətirirlər. Və başqa ayədə Allah Teala buyurur ki, "Kitabun enzelnahu ileyke mübarekun liyedebberu ayatihi ve liyetezekkeru ulul albab." Böyle bir kitapdır ki biz onu nazil ettik. Yəni bizim nazil etdiyimiz bir kitabdır. Sənə Allah Teala buyurur ki, bu bizim sənə nazil etdiyimiz kitabdır. Mübarəkdir. Onun ayələrini tədəbbür etsinlər deyə və həmçinin ağıl sahibləri ibrət alsınlar deyə. Başqa ayədə Allah Teala buyurur ki, "İnne hadzal Qur'ane yehdi lillati hiye aqwam ve yubashshirul mu'minинellezine ya'malunus-salihati enne lehum ecran kebira." Həqiqətən bu Quran ən doğru olana yönəldir, ən doğru olana hidayət edir və salih əməllər işləyən möminlərə müjdə verir ki, onlara yəni böyük bir əcir, savab vardır. Yəni onlara böyük bir əcir və savab olacaqdır. Başqa ayədə Allah Teala buyurur ki: "Və yunəzzil minəl Qur'ani mə huve şifəun və rəhmətun lil mu'minin və nunəzzil minəl Qur'ani mə huve şifəun və rəhmətun lil mu'minin." Və biz Quranda şəfa və rəhmət olanı nazil edirik möminlər üçün. Və la yazidu zaliminə illə xasara. Və zalimlərin isə yalnız uduzmağını, yəni xüsranını artırır. Başqa bir ayədə Allah Teala buyurur ki, "İnne fî zâlike lezikra limen kâne lehu qalbun aw alqas sem'a və huve şehid." Həqiqətən onda, Quranda öyüd nəsihət vardır. Kim üçün? Qəlbi olan üçün. Və hazır olduğu halda qulaq asan üçün, yəni diqqət verən, qulaq asan üçün. Ona görə də Quran kimlərə fayda verir? Kim üçün faydalı olur? O kəs ki, Quranı dinləyir, hazırdır Quranı dinləyir və eyni zamanda qulaq asdığı halda diqqəti Qurandadır, Allahın kitabındadır. Diqqəti Allahın kitabındadır. Belə olan halda da onun üçün öyüd nəsihət və zikr olur. Allah'ı xatırlamaq olur. Sonra Şeyh buyurur ki, bu ayələrdə aləmlərin Rəbbi olan Allahın kitabı olan, Quranda olan fəzilətlər Allah Teala, yəni burada bu ayələrdə Allah, yəni Quranın fəziləti vardır. Allah Teala onu mübarək etmişdir və aləmlərə hidayət etmişdir. Və Allah Teala Quranda qəlb xəstəliklərinin şəfasını qoyub və qəlbdə olan xəstəliklər onlardan qəlbdə olan şübhələr və şəhvətlərdir. Onların Quranda şəfası vardır
Ve həmçinin Allah Teala aləmlərə Qur'anı müjdə və rəhmət edib və həmçinin zikr edənlər üçün, yəni xatırlayanlar üçün, ibrət alanlar üçün öğüd nəsihət edib Qur'anı. Və həmçinin Allah Teala Qur'anı yəni ən doğru olana, ən düzgün yola hidayət edən edib. Və həmçinin şeyh buyurur ki, Allah Teala Qur'anda öz övliyalarını, öz dostlarını tərifləyir. Allah Teala Qur'anda öz dostlarını tərifləyir. Onların nələrini tərifləyir? Onların salih əməllərini Allah Teala tərifləyir və onların Allah Teala gözəl vəsiflərini tərifləyir. Və həmçinin Allah Teala Qur'anda öz düşmənlərini məzəmmət edir ki, onların pis əməllərinə görə onları məzəmmət edir və onların pis sifətlərinə görə Allah Teala onları məzəmmət edir. Və Allah Teala Qur'anda misallar çəkir, növbənöv dəlillər gətirir. Və Allah Teala düşmənlərinə Qur'anda ən gözəl şəkildə cavablar verir. Və Allah Teala doğru olanı, sadiq olanı təsdiqləyir və yalancı olanı təkzib edir, yalancı çıxarır. Və Allah Teala Qur'anda haqqı söyləyir. Və Allah Teala Qur'anla ən doğru olana yönəldir, hidayət edir. Və Allah Teala cənnətə çağırır. Və Allah Teala cənnətin vəsiflərini zikr edir və orada olan gözəllikləri, orada olan nemətləri Allah Teala zikr edir. Və Allah Teala çəkindirir cəhənnəmdən və orada olan əzablardan, orada olan cəhənnəmin pisliklərindən, orada olan ağrılardan Allah Teala çəkindirir. Və Allah Teala Qur'anda zikr edir nəyi? Qur'anda qullarının Allaha şiddətli şəkildə möhtac olduqlarını Allah Teala zikr edir. Ki, onlar şiddətli şəkildə Allaha möhtaclar. Yalnız Allaha möhtaclar hər bir tərəfdən. Və Allah Teala zikr edir ki, onların bir göz qırpımı belə olsa Allaha ehtiyacları vardır, Allaha möhtaclar. Və Allah Teala Qur'anda zikr edir ki, Allahın onlara heç bir ehtiyacı yoxdur. Allahın bütün yaratdıqlarına heç bir ehtiyacı yoxdur. Və Allah Teala'nın yalnız özünə ehtiyacı vardır. Başqa heç kəsə Allah Teala'nın ehtiyacı yoxdur. Və Allah'tan başqa yəni hər bir şey Allaha möhtacdır. Belə deyək, hər bir şey Allaha möhtacdır. Və ənəhu la yenalu ahadun zərratan minəl xeyr. Və hər bir o kəs ki bir xeyrə, zərrə qədər bir xeyrə nail olur və ondan çoxu olsun, nail olur, yalnız Allahın fəziləti ilə və rəhməti ilə nail olur. Yəni bu kiminsə dərəcəsinə görə kimdəsə bir ad sana görə, yəni deyək olan şey deyil, yalnız Allahın fəziləti ilə və yəni rəhməti ilə buna əldə etdiyi xeyir, yalnız Allahın fəziləti və rəhməti ilə mümkün olur. O səbəbdən olur. Və həmçinin insana baş verən zərrə qədər bir şər olsun və ondan çoxu olsun, yalnız Allahın ədaləti ilə və hikməti ilə olur. Yəni insana bir zərrə qədər şər toxunması və ondan çox olsun, yalnız Allah Teala'nın ona qarşı olan bir ədalətidir, Allahın bir hikmətidir. Və sonra şeyh buyurur ki, deyir ki, qul Allahın kitabını tədəbbür eləməklə öz qəlbini islah edir. Çünki qəlbi Quranda, Allahın kitabında çoxlu elmlərə şahid olur. Orada çoxlu elmlərə şahid olur. Hansı ki onun imanı artır və güclənir. Və şeyh buyurur ki, necə də olmasın. O deyir, Quranda əzəmətli olan padşahı, yəni Allah Teala'nı Quranda tapır. Quranı oxuyur, tədəbbür edir və orada əzəmətli olan Allahı görür. Yəni Allahı tapır, oxuduqda bu şeyləri görür
O Allah ki rəhimlidir, cömertdir, gözəldir və deyir bu onun halıdır. Və qul da yəni bu halda olarkən, belə olduğu halda necə deyir Allahı sevməsin? Allaha yaxınlaşmaqdan ötürü necə tələsməsin? Və özünün ən sevdiyi şeyi necə Allahın sevgisini qazanmaqdan ötürü xərcləməsin? Və necə Allah ona başqa hər şeydən sevimli olmasın? Və necə Allahın razılığını bütün hər şeyin razılığından üstün tutmasın? Və necə deyir Allah Teala'nı davamlı şəkildə zikr etməsin? Yəni, əlbəttə ki, zikr edir və deyir belə olanda da Allaha olan güclü sevgisi olur və Allahla görüşməyi arzulayır və onunla ünsiyyət tapır. Yalnız Allahla ünsiyyət tapır. Bu halda şeyh deyir ki, onun qidasıdır, onun gücüdür və onun müalicəsidir. Belə ki, əgər o bu şeyləri itirərsə, körlanar və həlak olar və beləcə həyatından faydalana bilməz. Və beləcə onun həyatının bir faydası olmaz. Allah Teala bizi Qur'anı oxuyub, düzgün şəkildə Qur'anı oxuyub, tədəbbür edib, faydalı qullarından etsin. Subhanakallahumma və bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruke və etûbü ileyk.